Bəli, vəd edilən gün artıq gəldi, çatdı. Bu gün 1-ci və 4-cü qruplar, yəni 7 iyun ərzində blok imtahanı verdilər ki, mən də 4-cü qrup idim və bu imtahanda iştirak etdim. Bu gün imtahan haqqında düşüncələrimi paylaşacağam. İmtahanın səviyyəsi barəsində, buraxılışa nəzərən nələr dəyişdi bu barədə, imtahan şəraiti, ortamı barəsində, bir də ümumi olaraq nəticəm barəsində biraz qısa bir məlumat verəcəm. Mən Mehrac, kanalıma xoş gəldin. İlk öncə imtahan sualları barəsində danışım. Həqiqətən də necə deyirlər, bir 4-cü qrup perspektivi ilə yanaşsam, yəni OTK səviyyəsində də deyə bilərik. Məsəl üçün situasiyalara baxdığımda, düzdür, situasiyalar nisbətən çətin situasiyalar idi, maraqlı da situasiyalar idi. Bacardığım qədərini yaza bildim. Ancaq belə suallara baxdığımda topludan, sınaqlardan, digər yerlərdən götürülmüş sualların formatına çox bənzər. Yəni necə deyim, buraxılış kimi bizi qəflətdə yaxalamır. Yəni necə deyim, blok alışıldıq bir şeydir, alışıldıq formatdır. Eyni keçən ilki kimi, o ilki kimi stabil bir forma izlədiyinə görə bundan həqiqətən də bir şagird, bir tələbə olaraq razı qaldım. Kimya nisbətən necə deyim, rahat idi, amma suallar çox vaxt aparan idi, o haqqına girməyim. Yəni məsələn bir sualın üstünə minimum 3-4 dəqiqə otururduq. Düzdür, aralarda asan suallar da vardı ki, fizikada gülməli bir sual vardı. Onu da indi görsəm ekrana falan qoyaram. Belə süni işıq mənbəyi ilə bağlı bir sual idi. Məsələn, gülməli bir sual idi onun ora qoyulması. Necə deyim, asan suallarla yanaşı orta səviyyəli və çətin səviyyəli suallar vardı. Yəni məsəl üçün oxuyan yazardı, oxumayan yazmazdı tipli suallar da var idi. İndi düzdür, mürəkkəb riyazi hesablamalar tələb edən suallar da var idi. O heç bu hər zaman kimyada olan sual tipləri idi. Yəni ümumi olaraq sınaqlardakına tam da bənzəməsə də biraz yəni oxşar format, oxşar yol izlədiyi bəlli olur və suallarda da təkrara düşdüyünü buradan görə bilirik. Bu arada xlor bölməsindən də biraz suallar salınmışdı 200 sənə və situasiyanın da qeyri-üzvi kimyadan düşməyi məncə yaxşı idi. Fizika barəsində biraz danışaq. Ümumiyyətlə fizika. Fizika yenə məsəl üçün sınaqlara baxanda lap asan idi. Lap asan deməyim. Qismən asan idi. Məsələn, sınaq imtahanlarına baxanda, OTK-da keçən sınaq imtahanına baxanda qismən bir asanlıq müşahidə olunur. Yenə hər zamanki kimi içində çətinlik və ya bayaq dediyim kimi o absurd suallardan da var idi. Məsəl üçün o süni işıq mənbəyi kimi. Həqiqətən də sual deyirdi ki, məsələn fizikadan heç nə bilməyən birisi üçün, yəni qənimət dəyərində də o sualı yazmaq həqiqətən. Yəni belə elədim. Düzdür, fizika mənim yaralı yerimdir, fizika mənim zəif nöqtəmdir. Ona görə bəzi suallarda, xüsusən 3-4 sualda boş qoymaq qərarına gəldim, boş qoydum. Təəssüf, situasiyadan da bacardığım qədərini yazmağa çalışdım. Situasiyada yenə normal bir situasiya tipi idi. Ən azından çətin o elektrik dövrələrini orada müşahidə eləmədik. Bu da ən azından yaxşı bir şeydir. Bura artıq 4-cü qrupların məkanıdır. Yəni biologiya. Biologiya situasiyası çox gözəl idi. Anatomiyadan düşmüşdü. Səhv eləmirəmsə cinsiyyət sistemindən bir sual idi. Çox da rahat və gözəl bir sual idi. Düzdür, məsəl üçün sırf qayda tələb edən, yəni qaydanı bilməyin lazımdır deyizdirəcək suallardan biri idi. Sual tiplərini də bəyəndim. Xüsusən də açıq suallar rahat idi. 7-ci sinifdən suda quruda yaşayanlar, məməlilər və eyni zamanda quşlar sinifindən də suallar salınmışdı. Eralar cədvəlinin bu dəfə asan bir sual salmışlar. Məsəl üçün sən dəqiq bilmirsən ki, məsəl üçün Cambry, Ordovik, Silur, Devon bunları bilmirsən, sadəcə Proterozoik, Katarxey, Arxey eraları şəklində salmışlar. Bu da yəni məsəl üçün yadından çıxan şagirdlər üçün bir nevi yaxşı bir üsul, yaxşı bir yol oldu. Biologiyadan da həqiqətən də çox razı qaldım. Biologiyanın suallarını da bəyəndim. İmtahana girən zaman başıma belə bir şey gəldi. İlk anda kitabçanı açanda anlıq bir mandraja düşdüm və dedim ki, mən heç nə yaza bilməyəcəm. Sonra gözlərimi qapatdım və dedim, Meraz özünü toparla, hər şeyi yaza biləcəksən. Ancaq fokuslandım. Hətta ilk 2-ci saatda artıq buraxıb ağzıma gələni yazmaq istəyirdim. Bunu da etiraf edim. Sonra 1 dəqiqəlik meditativ formaya keçdim. Dedim ki, mən mütləq bunu yazmalıyam. Müharibə, savaş hələ də davam edir və biz bu savaşda erkən təslim olmayacaq. Nəhayət ki, 3 saatın sonundakı 10 dəqiqə ərzində artıq toparlamışdım, suallarımı bitirdim və kitabçanı təhvil verib çıxdım. Nəysə, suallar barəsində danışdıq. Biraz imtahan ortamı, imtahan şəraiti, həyəcan, stres bu barədə biraz danışmaq istəyirəm. Əvvəla stresli deyildim, amma kiçik bir həyəcan əlbəttə hər abituriyentin içində olduğu kimi mənim də içimdə vardı. Çünki həyatının çox önəmli bir dönəmindən keçəcəksən və bu 3 saat həyatındakı digər 3 saatlara nəzərən biraz daha dəyərlidir. Yəni onun biraz həyəcanı vardı ki, bunun olmağı çox yaxşı bir şeydir mənim fikrimcə.
Ortam olaraq da çox rahat bir məktəbə düşmüşdük həqiqətən. Bilmirəm bilirsən yoxsa yox, 151 nömrəli bir məktəb idi. Ora düşdüm. Məktəb həqiqətən də şərait baxımından çox rahat idi. İsti yay günlərində həqiqətən də hava isti olan zaman imtahanı yazmaqda biraz çətinlik yaranırdı. Ancaq bu otaqda necə deyim, biraz sərin idi. Partalar bir-birindən aralı idi. Bir sinifdə normalda 30-40 şagirdin yerləşəcəyi qədər parta yox da 10-15 şagirdin yerləşəcəyi qədər parta qoymuşdu. Bu da geniş bir ərazi imkanı bizə təqdim edirdi. Bundan əlavə bunun mənə qazancı nə oldu? Məsəl üçün biraz parta balaca idi, o ola bilərdi. Məsələn, cavab kağızı da deyirək, o da çox kiçik bir problem idi. Yəni göz yumulacaq dərəcədə bir problem idi. Nəzarətçi həqiqətən də çox mehriban idi. Nəzarətçi necə deyim, tamamilə bizə bir dost kimi yanaşdı. Belə qaşqabaqlı gördüyümüz nəzarətçilər kimi deyildi. Sanki öz müəlliməmizmiş kimi bizə davrandı. Hər türlü problemdə, hər türlü mexaniki bir xətada bizə dəstək olmağa çalışdı. Ayrıca da buradan Dimin heyətinə bu şəraiti bizə təqdim etdiyi üçün, bu şəraiti türklər demişkən sağladığı üçün onlara təşəkkürümü bildirirəm. Bəli, bugün biraz imtahan barəsində danışdıq. İndi deyə bilərsən ki, Meyraz, biologiya çətin idi, fizika asan idi, kimya belə idi, elə idi. O sənin öz fikrindir. Mən burada necə deyim, demirəm ki, imtahan illaki belədir. Mən getdim, mən bunlarla rastlaşdım, sən bəlkə başqa bir şeylə rastlaşmısan. Yəni necə deyim, mənim fikrim bir doktrin deyil, məsəl üçün. Məsəl üçün sən qatıla da bilərsən, qatılmaya da bilərsən. Mən öz fikirlərimi söylədim. Bəlkə kimsə ilə üst-üstə düşər, bəlkə kimsə ilə ziddiyyət təşkil edər. Eybi yoxdur. İzlədiyin üçün təşəkkür edirəm. Bura qədər izlədinsə, həqiqətən də sənə minnətdaram. İstədiyinlə təşəkkürümü bildirirəm. Bu zamanlarda mənə dəstək olmaq istəyirsənsə, kanala abunə olub, bir dənə də like atsan çox sevinərəm həqiqətən. İnşallah ürəyin qədər nəticə yığarsan, inşallah arzuladığın nəticəyə, arzuladığın universitetə çatarsan. Bu videoyu izlədiyin üçün də ayrıca bir təşəkkür edirəm. Sağ ol, salamat qal, özünə yaxşı bax.